Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan çox gözəl bir villanı təqdim edirəm. Yəqin ki, indiyə kimi çox villalar izləmisiniz. Bunu digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri odur ki, bu villa şəhər kənarında deyil, şəhər qırağında deyil. Demək olar şəhərin içidir, şəhərə yaxın bir ərazidədir. Yeni təmirdən çıxıb və təmirdən də sonra bir gün belə yaşayış olmayıb. Keyfiyyətli təmir olunub, tikintisi də keyfiyyətli aparılıb. İnşallah bunu gəlib canlı baxanda da şahid olacağıq. Çox münasib də qiyməti var, onu nəzərdə çatdırım. Sonda qeyd edəcəm, video sona qədər izləyin və keçək. Vaxt itirmədən mən burada olan bütün hər şeyi, hər bir detalı sizin nəzərinizə çatdırım. İlk öncə onu qeyd edim ki, 7.5 sot ərazisi var bu villanın. Evin ölçüsü 450 kvadrat metrdir. Deməli, həyətdə nəyimiz var? Giriş oradan da o nəzər çatdırım. Orada maşın üçün yer də var, qaraj da var. Onu da göstərəcəm. Həyətini göstərim. Çox gözəl, genişdir. Yaşıllıq ərazisi də var. Böyük ölçüdə hovuzumuz var burada. Bu hissədə yay mətbəxidir. İçərisi də çox genişdir. Yəni təxmini 30-35 kvadrat olar. Tam olaraq dediyim kimi ərazisi böyükdür. İçərisində deməli sanitar qovşaq da var. Şüşə sürgülü qapı ilə ayrılır həyətyanı ərazidən. Bu hissədə əyləşmək üçün yer nəzərə alınıb, istirahət köşəsi var. Onu nəzərdə çatdırım. Dediyim kimi həyətin ölçüsü çox genişdir, rahatdır. Keçək, mən sizə göstərim o hissədən, o qaraj dediyim tərəfini. Bu hissədə də yəni əyləşmək üçün yerlər nəzərə alınıb. Yəni bu villada hər şey nəzərə alınıb. Onu deyim. Üstü ağlaydı, vitraj pəncərələr görürsünüz, möhtəşəm də görüntüsü var, yuxarıda eyvanı da var. Onu inşallah evin içərisini göstərəndə qeyd edəcəm sizə. Bu tərəfdən də göstərəm həyətin görüntüsünü. Yəni çox mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Və bayaq qeyd etdiyim kimi maşın üçün olan yeri göstərim. Yəni giriş qapısı oradandır. Burada rahatlıqla 3 maşın tam rahatlıqla yerləşə bilər. Yəni burada onun üçün nəzərə alınıb. Keçək, mən sizə göstərim villanın içini və nəzərinizə çatdırım ki, sənədlər də qaydasındadır. Yəni çıxarışı, qurtçaq hər bir şey mövcuddur. Buradan keçirik villamızın içərisinə. Bura deməli hol hissədir. Çox genişdir, onu nəzərinizə çatdırım. Yəqin ki, videodan da artıq hiss olunur. Tək bu hissə yəni təxmini 35-40 kvadrat olar. Döşəməsi qranitdir, üstü döşəmə ilə təchiz olunub. Təbii ki, tavan hissəni göstərim. Gözəl lüstrumuz. Divarda maraqlı levka işləmələr var. Əsasən neoklassik üslubda dizayn və təmir olunub. Onu nəzərinizə çatdırım ki, deməli, aşağı hissədə bir qonaq otağı, birinci mərtəbədə, bir yataq otağı, mətbəx və 2 sanitar qovşaq yerləşir. Deməli, giriş qapısını artıq gördünüz. Daxil olduqda sağ tərəfdə yerləşir villanın mətbəx hissəsi. Gəlin oranı göstərim sizə. Kvadrat şəklindədir. Genişdir ölçüsü də təxmini 25 kvadrat, 28 kvadrat olar. Bəlkə də biraz da artıqdır. Yeni mətbəx mebeli yığılıb bu hissədə. Şkafları da çoxdur. Bütün əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Üstü mərmərdir, qaz peçi, aspirator, bunlar hamısı quraşdırılmış vəziyyətdədir. İşıqlandırmada spotlardan istifadə olunub ümumilikdə bu mətbəxdə və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Dediyim kimi vitraj pəncərələri var, otaqlardan həyətə açılır. Buradan gəlin mən sizə göstərim mənzilin qonaq otağını. Çox geniş qonaq otağı var. Mən çox bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Bu gözəl qonaq otağıdır. Təxmini ölçüsü 55-60 kvadrat var. Yəni rahat o kvadrat var bu qonaq otağında. Çox böyükdür. Bura istənilən ölçüdə, istənilən qabarit ölçüdə mebel dəstinizi, masanızı, hər bir şeyi tam rahatlıqla yerləşdirə bilərsiniz. 3 pəncərə var. Görürsünüz, pərdələr də hamısı asılmış vəziyyətdədir. Bütün rənglər də hər bir şey bir-birinə uyğunlaşdırılıb. Tavan hissəni göstərim burada. Gözəl böyük lüstrumuz var, spotlar. O hissədə də eyni ilə hamısı yerləşdirilib. Hazırdır. Divarda gözəl alçıpan figurlardan istifadə olunub və buradan da həyətə açılan vitraj pəncərəmiz var. Bu hissədə də yenə divarda alçıpan figurlar var. Arasında gizli işıqlardan istifadə olunub. Bu hissəni də göstərim. Yəni çox böyük, geniş, işıqlı bu villanın qonaq otağı var. Birinci mərtəbə ümumilikdə başdan başa isti döşəmə ilə təchiz olunub. Burada yerləşir
bayaq qeyd etdiyim 2 sanitar qovşaqdan biri. İçərisi də çox genişdir. Deməli burada duş kabinimiz yığılıb. Tam göstərim. Divarçı aksesuarlardan istifadə olunub. Divarçı unitaz, moyladırımız. Yəni hər bir şey tam hazır vəziyyətdədir. Və burada yerləşir yataq otaqlarından biri. Digərləri isə ikinci mərtəbədədir. Birazdan onu da göstərəcəm. Çox geniş ölçüsü var. Ümumiyyətlə otaqların ölçüsü genişdir. Yəni buranın təxmini 25-27 kvadrat ölçüsü var. Burada yerləşmə belədir. Taxtın yeri görsünüz. Burada nəzərə alınıb arxasında lepkalardan istifadə olunub. Gözəl lüstrumuz, spotlar və bu yataq otağın daxilində bura məxsus geniş sanitar qovşağımız var. Çox genişdir. Yəni və bəlkə də bir uşaq otağı boyda ölçüsü var. Vannamız var burada. Gözəl moydadırımız. Güzgü, yüz işıqla. Buradan pəncərəsi də var. Suşilka bu hissədə. Divarçı unitazımız maraqlı teksturalı qranitlərdən istifadə olunub. Keçək, vaxt itirmədən digər otaqları mən sizə göstərim. Çünki gəzməklə bitmir bu gözəl villa. Mənə elə gəlir, mən birinci mərtəbədə olan hər şeyi sizə göstərdim və girişdən daxil olduqda sağ tərəfdə belə bir şkafımız da yığılıb burada. Əşyalar yerləşdirmək üçün, paltar, ayaqqabı, əyləşmək üçün və təbii ki, bunlar da nəzərə alınıb. Buradan keçirik ikinci mərtəbəyə. Gözəl pilləkanımız, şüşə perilalar, mənzilin təmirinə uyğun. Və burada bu hissədə gözəl, maraqlı lüstrumuz yerləşdirilib, böyük ölçüdə, eyni zamanda digər balaca ölçülü də lüstrumuz var. Bu ikinci mərtəbədə döşəmə parketdir. Onu nəzərinizə çatdırım. Deməli, ikinci mərtəbədə 5 yataq otağımız var və 2 sanitar qovşaq var. Gəlin başlayaq bir-bir. Mən onları da sizə göstərim. Burada yerləşir əsas yataq otaqlarından biri. Dediyim kimi, otaqların ölçüsü çox genişdir. Buranın da genişliyinə fikir verin. Yerləşməni artıq yəqin ki, təsəvvür etdiniz. Taxtın yeri. Burada nəzərə alınıb təkli işıqlardan istifadə olunub. Eyni zamanda da spotlar öz yerində. Və bu yataq otağın daxilində bu hissədə sanitar qovşağımız var. Çox gözəl aksesuarlardan istifadə olunub. Burada da vannamız, moydadır, unitaz, hər bir şey tam hazır vəziyyətdədir. Yəni, bütün aksesuarlar hamısı quraşdırılıb. Sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Bu hissədə qardirob otağı deyək, elə istifadə edə bilərsiniz. Yəni ki, onun üçün nəzərə alınıb bu hissəyə şkaf yığa bilərsiniz rahatlıqla. İstəyə uyğun istifadə edə bilərsiniz. Radiatorlarınızda hamısı qoşulmuş vəziyyətdədir. Keçək, buradan mən sizə göstərim digər yataq otaqlarını. Buranı göstərim ilk öncə. Bura ikinci mərtəbədə yerləşən ümumi sanitar qovşaqdır. Ümumilikdə 4 sanitar qovşaq var villada. Buranı da içərisini göstərim. Duş kabin yığılıb. Aksesuarlar da hamısı keyfiyyətlidir. Yəni bu barədə narahat olmağa dəyməz. Ümumiyyətlə qranit olan yerlər hamısı isti döşəmə ilə təchiz olunub. Burada isə yerləşir ümumilikdə sizə göstərdiyim 3-cü yataq otağı. Ümumilikdə 6 yataq otağım var mənzildə. Buraları ümumi olaraq göstərirəm, yəni təkrara yol verməmək üçün. Yəni otaqların təmiri hamısında aşağı yuxarı eynidir, müəyyən işlərdə fərqlər var. Və ölçülərində cüzi fərqlər var. Buranı da göstərim, bu da isə digər yataq otağımız. Sadəcə yerləşməni nəzərə çatdırın. Taxtın yeri bu hissədədir. Tavan hissəni göstərim və üzbəüz TV, internet çıxış. Divarlarda emulsiyadan istifadə olunub. Yəni divar kağızı deyil. Buradan mən sizə göstərəm artıq 4-cü yataq otağını. Sadə ölçülü, sadə, belə deyim, gözəl, incə təmiri var bu villanın. Ona görə mən çox xoşladım. Yəni abartılı bəzəklərdən çox istifadə olunmayıb. Maraqlı işıqlarımız, spot, gizli işıq və buradan da həyətə açılan vitraj pəncərə. Gəlin buradan bayaq mən qeyd etmişdim. Həyətdə sizə göstərim eyvanı. İkinci mərtəbədən daxil oluruq ora. Bu gözəl görüntünü
Yəqin ki, siz də xoşlayarsınız və eyvan da ölçüsü çox genişdir, onu nəzərinizə çatdırım. Yəni təxmini 10-12 kvadrat var. Buradan da həyətə gözəl görüntü açılır. Keçək mən sonuncu yataq otağını da göstərim. Sonra mən villanın qiymətlərini, bütün məlumatlarını bir daha nəzərinizə çatdıracağam. Bayaq demişdim, çox yaxşı da qiyməti var bu villanın. Bura isə sonuncu 6-cı yataq otağımızdır. Burada isə yerləşmə artıq burada nəzərə alınıb taxtın yeri. Və buradan da yenə vitraj pəncərəmiz. Belə, mən demək olar burada olan hər şeyi nəzərinizə çatdırdım. Məlumatların deyim, yerləşir Qarayevdə, Qarayev metrosuna yaxın ərazidədir. Yeni təmirdən çıxmış, böyük, geniş ölçüyə malik villadır. Torpağın ölçüsünü deyim, 7.5 sotdur. Sənədlər qaydasındadır, çıxarış, yəni qupça var. Bu barədə heç bir problem yoxdur. Deməli, 6 yataq otağı, 1 mətbəx, 4 sanuzel və 1 böyük qonaq otağından ibarətdir. Ölçüsü villanın 450 kvadratdır. Və gördüyünüz şəkildə satılır, təcili satılır və qiymət 820.000 manat təyin olunub. Əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.